bizimlə birlikdə siyasi şərhçi Rəşad Bayramovdur. Rəşad bəy, xoş gəlmişsiniz, xoş gördük. Xoş gördük. Rəşad bəy, əslində Ukrayna istiqamətində son xüsusən də bir həftə ərzində intensiv olaraq məlumatlar paylaşıldı. Sülh planı, ardınca korrupsiya, qalmaqalı istiqamətində genişlənən məsələlər. Yermaqdan başlamaq istəyirəm. Yəni, evində axtarışlar aparıldı, gün sonunda isə istefa ərizəsini yazdı. Maraqlıdır. Bundan sonra xahiş edəcəm ekranlara da gətirərik. Yermaqın qərb jurnalistinə göndərdiyi mesaj. Yəni, açıqlamasını belə aydın olur ki, yəni onun günahı yoxdur, sadəcə olaraq qurban oldu. Bəli. Yəni, bu həm Zelenskinin sağ əl adlanır, həm boz kardinal adlanır. Yəni, belə bir şəxs ola bilərmi doğrudan da korrupsiya qalmaqalından xəbərsiz olsun? İlk olaraq bundan başlayaq. Təbii ki, ehtimal çox böyükdür ki, onun da korrupsiya qalmaqallarından xəbəri olub. Yəni, xüsusən də son dönəmdə Ukraynanın qərb tərəfdaşları tərəfindən davamlı şəkildə korrupsiya ilə bağlı Ukrayna hakimiyyətinə olan etirazlar nəticə etibarilə hansısa böyük bir fiqurun bu və ya digər şəkildə vəzifədən uzaqlaşdırılması ilə nəticələnməli idi. Yermak Zelenskinin ən yaxın adamı olmaqdan başqa həm də qərar verici və icra edici əsas oyunculardan biri idi. Qərarların qəbulunda söz sahibi olan şəxslərdən biri idi və məhz bunun nəticəsi idi ki, ən vacib Ukrayna üçün olan məsələ, yəni danışıqlar prosesinə də faktiki olaraq o rəhbərlik eləyirdi indiyə qədər keçən dövrdə. Və indi bütün bu korrupsiya qalmaqalları fonunda təbii ki, bu ilk növbədə təkcə beynəlxalq ictimaiyyətdə Ukrayna ilə bağlı mövqələrin dəyişməsinə yox, həm də daxildə bir etirazlara səbəb olurdu. Biz bundan bir neçə gün qabaq, məsələ yenə korrupsiya qalmaqalları fonunda Ukrayna parlamentində müxalifətin kürsünü mühasirəyə alıb, iclasın aparılmasına icazə vermədiyini kimi hadisələrdə şahidlik etdik və bu nəticə etibarilə artıq küçələrə, meydanlara və sairəyə də çıxma ehtimalı var idi. Ukraynada ümumiyyətlə insanların beynində bu cür fikirlər formalaşırdı ki, deməli, hökumətdə toxunulmaz şəxslər də var və ona görə də Zelenski, belə demək mümkünsə, ən özünə yaxın olan şəxsi qurban vermək məcburiyyətində qaldı deyə bilərik. Yəni, bununla bir tərəfdən qərb tərəfdaşlarını sakitləşdirmiş oldu və biz hadisədən dərhal sonra qərb mətbuatına baxanda da nəyə şahidlik edirik? Bütün bəyanatlar o istiqamətdədir ki, Ukraynada korrupsiya ilə bağlı müvafiq institutlar kifayət qədər yaxşı işləyir. Yəni, bunu Zelenskinin hesabına bir üstünlük olaraq təqdim etməyə çalışdılar. Ən azından bunu həm də öz ictimaiyyətləri üçün etdi Qərb. Çünki Qərbdə ictimai fikirdə bir fikir formalaşır ki, biz bu qədər pul veririk, bunlar da onu korrupsiya ilə yeyirlərsə, dağıdırlarsa, onda biz niyə bu dəstəyi davamlı şəkildə göstərməliyik? Yəni, bir tərəfdən bunun qarşısı aldı, ikinci tərəfdən yenə deyirəm, daxildə ictimaiyyətə də bir mesaj verilmiş oldu ki, bizdə toxunulmaz şəxs yoxdur və hər kəs müvafiq olaraq etdiyi fəaliyyətə görə öz cəzasını alacaq. Bunun ardınca biz Zelenskinin digər bir bəyanatına da şahidlik elədik. O bildirdi ki, müxtəlif regionlarda və o cümlədən də yenə də hakimiyyətin daxilində digər qərarların qəbulu da gözlənilir. Yəni, bu o deməkdir ki, Yermakın istefası tək olmayacaq, bundan başqa da bunun davamı olacaq. Təbii ki, bütün bu proseslər, xüsusən də danışıqlar aparıldığı bir dövrdə, yəni təsəvvür eləyin də uzun müddətli bir danışıqlar prosesi gedir. Proseslərə rəhbərlik eləyən şəxs vəzifəsindən geri çəkilir. Bu, təbii olaraq bir dalğalanma yaradırdı. Amma Zelenski orada da tez qərar qəbul etmək məcburiyyətində qaldı və yaxşı ki də etdi. Yəni, uzatmağa ehtiyac da yox idi. Çünki bu birbaşa danışıqlar prosesinin pozulmasına yatırıb çıxara bilərdi və Umerovun dərhal həmin o qrupa nümayəndə heyətinə rəhbər təyin olunması da əslində sığortaladı, belə deyə bilərik. Yəni, danışıqlar prosesini tormozlamadı və o cümlədən də Zelenskini sığortaladı. İndi biz danışırıq Yermakın istefası ilə bağlı. Əlbəttə ki, korrupsiya qalmaqalı burada ön planda olan məsələdir. Xüsusən də Amerika mətbuatı belə bir məlumatla çıxış edir ki, Oval Ofisdə bizim gördüyümüz o yaşanan bir ortam var idi Zelenski-Trump arasında. Qeyd olunur ki, onun müəllifi həm də Yermak idi. Çünki həmin görüşdə əsir düşən Ukraynalı əskərlərin fotolarını təqdim etməyə təklif edib. Yəni, fikir ideyası olub, hansı ki, acılıqdan əziyyət çəkən. Bu da Trumpın xoşuna gəlməyib. Bu faktor ön göstərir. Çünki əvvəldən razılaşdırılmamış addım idi ona. Yəni, protokola uyğun olmayan bir addım idi. Yəni,
bir tərəfdən bəllidir ki, Birləşmiş Ştatların təzyiqi var idi. Amma təkcə Birləşmiş Ştatların təzyiqi bu korrupsiya qalmaqalı fonuna görə ola bilər. Yoxsa məsələ bu istefadan 2 gün öncə Yermak bir açıqlama ilə çıxış etdi. Donbasdan Ukrayna qoşunları çıxmayacaq dedi. Heç bir halda güzəştə etməyəcəyik, ərazilərimizdən də güzəştə etməyəcəyik. Hansı ki, danışıqları rəhbərlik edən şəxs idi. Yəni ona görə uzaqlaşdırmaq üçün bir bəhanə idimi? Bağlı olsun. Çünki oxşar bəyanatları davamlı şəkildə indiki nümayəndə heyətinin rəhbəri də verir. Umerov da verir. Umerov da deyir ki, Ukraynanın ərazi güzəştlərindən söhbət gedə bilməz. Bu Ukraynanın qırmızı xəttidir. Yəni bu bəyanatları da Umerov müdafiə naziri olanda da verib. Ondan qabaq 2022-2023-cü ildə biz bilirik ki, əsir mübadiləsi, digər humanitar məsələlərlə bağlı danışıqlar aparan aktiv, gizli o kölgədə danışıqlar aparan şəxslərdən biri də məsələ Rustam Umerov idi və indi də Təhlükəsizlik Şurasının katibi olaraq yenə də eyni mövqe ilə bağlı bəyanatlarla çıxış eləyir. Yəni o baxımdan düşünmürəm ki, bu sırf belə deyək, Yermakın daha təsirli mövqeyi ilə bağlı olan qərar olsun. Burada yenə deyirəm, xüsusən də Trump administrasiyası üçün ən vacib olan biz Amerika mətbuatında davamlı şəkildə administrasiyanın ayrı-ayrı şəxslərinin Ukraynada baş verən korrupsiya ilə bağlı bəyanatlarına şahidlik eləyirdik və seçki dövründə, üzr istəyirəm, danışıqlar dövründə bu faktiki olaraq Ukrayna hakimiyyətinə bir təzyiq olaraq istifadə. Yəni masaya qoyurdular bir təzyiq etmək üçün. Təzyiq olaraq istifadə olunurdu. Yenə deyirəm, baxın, əgər Zelenski burada Yermakın yox, hər hansı bir başqa şəxsin istefası ilə bağlı qərar qəbul etsəydi, həmin şəxsin özünü müdafiə üçün nə deyəcəyini proqnozlaşdırmaq mümkün olmazdı. Yəni həmin adam korrupsiya qalmaqallarında, ümumiyyətlə bu korrupsiya prosesində Zelenskinin özünün də adını verə bilərdi və yaxud da başqa şəxslərin də adını verə bilərdi. Amma Yermak neynədir? Ən yaxın adamıdır Zelenskinin. Bu istiqamətdə ümumiyyətlə danışmağı lüzum bilmədi və sadəcə olaraq günahkar olmadığını dedi və ön cəbhəyə gedirəm kimi bir bəyanatla çıxış elədi. Yəni faktiki olaraq düşünürəm ki, bu əslində açıqlamasına dedir, Zelenskini pis vəziyyətdə qoymamaq üçün. Əslində bəlkə susqunluğun səbəbi oldu. Dostların susqunluğu, dostların da məni müdafiə etməməsi kimi belə bir fikirlər də işlədibdir. Yəni düşünmürəm ki, bu sürpriz oldu Yermak üçün. Mənə şəxsi qənaətim ondan ibarətdir ki, yəni onun istefası əvvəldən razılaşdırılmışdı Zelenski və Yermak arasında. Çünki düşünmürəm bu sürpriz olsun. Sadəcə o görüntünü vermək lazım idi, axtarışın aparılması lazım idi, ofisdə və s. və ilə axırda. O da dediyim səbəblərlə. Yəni bu mərhələdə, belə deyək, prosesdən ən ağrısız çıxmağın yolu bu idi. Zelenski də bunu etdi. İndi kim olacaq deyə əsas sual bundan ibarətdir. Çünki Rusiya tərəfinə baxsan, Rusiya tərəfi qeyd edir ki, artıq bir rejimdə silkələnmələr olacaq və bunun davamı gələcək əlbəttə ki. Xahiş edəcəm mən Yermakın yerinə olacaq namizədlər kimlərdir, onları ekranlara gətirək. Baxdıqda o siyahıda ilk olaraq diqqətimi çəkən Sviridenkodur, hansı ki baş nazir vəzifəsinə gətirilməzdən əvvəl danışıqlarda iştirak edən şəxs idi. Minerallarla bağlı sazişin imzalanmasında da ən aktiv olan şəxslərdən birisidir. Tabloya baxdıqda hazırda mediada bu 7 şəxsin adı hallanır. Hansı potensial olaraq Yermakın yerinə gətiriləcək adamdır? İstənilən adam. Yəni bu istənilən adam gətirilə bilər, amma mütləq şəkildə razılaşdırılmış Zelenskinin qərb tərəfdaşları, mən Amerika Birləşmiş Ştatları ilə demirəm. Ən azından Avropadakı tərəfdaşları ilə razılaşdırılmış şəxs olacaq. Bu siyahıda da bu 7 nəfərdən 6-sı faktiki olaraq icra qurumlarının nümayəndələridir. İçlərində yalnız bir nəfər qanunverici orqanın təmsilçisidir, partiyanın fraksiya rəhbəridir. Yəni istənilən bu şəxslərdən hər hansı biri həmin posta yatırıla bilər və yaxud da... 4-ü isə hərbiçidir, hərbi gücdəndir daha doğrusu, hərbi gücdən. 4-ü hərbiçidir və hətta mən deyərdim ki, bu şəxslərdən kənar, bu günləri hansısa Avropa ölkələrində diplomat kimi fəaliyyət göstərən hər hansı bir şəxs də razılaşdırılmış şəkildə düşünmürəm o ola, çünki o birbaşa rəqibdir Zelenskiyə, növbəti mərhələ üçün Zelenski düşünmürəm ki, ona razılıq verər, amma hər hansı bir başqa şəxs də ola bilər, yəni şərt deyil ki, mütləq bunların içindən seçilmiş olsun və prinsip etibarilə bundan sonra kimin olacağı da bir o qədər əhəmiyyət daşımayacaq. Bu günləri vacib olan həmin şəxsin adının indiyə qədər hər hansı bir korrupsiyada hallanmaması olmalıdır. Amma bir də o faktor önəmli deyilmi ki, 2022-ci ilin fevralın 24-dən Zelenskinin yanında olsun və bütün qərarlarını dəstəkləsin? Bu siyahıda o şəxslərdən biz Budanov və xüsusən də Denis Şmiqalı görürük. Bəli, görürük, amma nəzərə alaq ki, həmin tarixdən Zelenskinin yanında olan
bir çox şəxs də indi artıq Zelenskinin yanında yox, çəkilib harasa başqa yerlərə gediblər. Yəni bu şəxslərin də bir müddətdən sonra hansısa addım atacağını indidən proqnozlaşdırmaq olmaz. Məsələ burasındadır ki, bu günləri ondan daha vacib olan şeylər var. Yəni kimin ora rəhbərlik eləyəcəyindən daha vacib olan məsələlər var və bu məsələlərə daha çox fokuslanmalıdır Zelenski özü də, Qərb özü də və təbii ki, yenə deyirəm, düşünürəm ki, bu Avropadakı tərəfdaşlarla razılaşmış şəxs olacaq və həmin şəxsin də mövqeyi indi artıq istifada olan Yermakın mövqeyindən, mən korrupsiya qalmaqallarından və yaxud da korrupsiya ehtimallarından danışmıram, mövqe olaraq, yəni danışıqlar prosesində mövqe Ukraynanın bugünkü tutduğu mövqe hansılar ki, ərazi güzəştlərinin başmaz olduğunu deyirlər, həmin şəxs də məhz o mövqenin daşıyıcısı olan şəxs olacaq. Fərqli bir mövqe sərgiləməyəcək, yalnız Zelenskinin yanaşmasını təqdim etmiş olacaq deyirsiniz. İndi təbii ki, danışıqlardan nə çıxacaq, diqqətlər buna yönəlib. Sabah nəzərdə tutulur ki, Birləşmiş Ştatlar nümayəndə heyəti ilə Ukrayna nümayəndə heyəti görüşmüş olsun. Yəqin ki, masada olan 19 bəndli sülh planıdır, xüsusən də Cenevrədə əldə edilmiş razılaşmalar. Endirilmiş versiyası. Düzdür, orada bəzi yenilənmələr də oldu. Bu görüşün ardınca da Steve Witkoff və Jared Kushner da gələcək Moskvaya. Mediada yayılan məlumatlar əsasən bu iki diplomatın səfəri çərçivəsində xüsusən də nəzərdə tutulur ki, Kram və Donbas Rusiyanın nəzarətinə verilsin, bu Rusiyaya təqdim olunacaq. Amerika Birləşmiş Ştatlarının planı bundan ibarətdir. Yəni, təqdim edə bilər. Moskva da yəni buna hə deyə bilər. Ancaq Moskvanın hə deməsi kifayətdirmi? Təbii ki, kifayət deyil. Ona görə də, baxın, görüş Ukrayna nümayəndə heyəti ilə ABŞ nümayəndə heyətinin görüşündən sonraya salınıb. Yəni, müəyyən bir çərçivə sənədi var, onun detallarının müzakirəsi var. Ukrayna tərəfi ilə bu və digər şəkildə nələrsə razılaşdırılmalıdır. Çünki ortada bilirsiniz, Trump razılaşdı, Putin razılaşdı. Trump dedi ki, bu ərazilər sənindir, müharibəni dayandır. Yəni, döyüşən tərəf və torpaqları olan tərəf Ukraynanın sonsuz haqqı olmalıdır. Və təbii ki, burada onların mövqelərinin nəzərə alınmadan hər hansı bir addım atılması faktiki olaraq mümkün deyil. Yəni, nə qədər təzyiq göstərirsən, göstər burada Ukrayna hakimiyyətinə. Zelenski lap təzyiq göstərirsin, Zelenski buna razılaşsın. Amma nəticə etibarında Zelenskinin qərarı hər şeyi dəyişdirmir. Referenduma getməlidir, xalq bunu dəstəkləməlidir. Mən hər dəfə deyirəm, bunu Trump necə təsəvvür eləyir və yaxud da Putin necə təsəvvür eləyir. Əgər bu ölkənin konstitusiyası Zelenskiyə belə bir qərar qəbul etmək, tək başına belə bir qərar qəbul etmək səlahiyyəti vermirsə, bu proses necə həyata keçirilə bilər? Referendum keçirilməsi üçün nə lazımdır? Atəşkəs lazımdır. Bu günləri əslində Ukrayna hakimiyyətinin uzun müddətdir üzərində dayandığı, o cümlədən də qərb tərəfdaşlarının üzərində dayandığı məsələ münaqişənin dondurulması və atəşkəsin elan olunmasından ibarətdir. Yəni, bu günləri heç kim, yəni Ukrayna tərəfi kifayət qədər başa düşür Rusiyanın mövqeyini və Rusiyanın hər hansı bir ilkin şərtdən güzəşt bu günə qədər ortaya qoymadığını başa düşdüyü üçün model ondan ibarətdir. Ukraynanın və Qərbin təqdim etdiyi hər halda... Necə atəşkəs olsun? Ərazilər saxlanılır Rusiyanın nəzarətində. Heç kim onların oradan çıxarılmasını düşünmür, ehtimal da etmir ki, onlar bu günləri həmin əraziləri öz başına tərk eləyəcəklər, gedəcəklər. Saxlanılır, atəşkəs elan olunur, bir danışıqlar dövrü başlayır və ondan sonra bir ortaq bir qərar qəbul olunur. Lazımdırsa, məsələ referenduma çıxarılır. Ya, bütün bunlar mütləq şəkildə müharibənin dayandırılması şərti ilə həyata keçirilə biləcək məsələlər. Bu model olsun, biz keçmişik Azərbaycan və Ermənistan arasında 90-cı illərdə biz bu model var idi, donduruldu, əslində düz üstə düşür bizim modelinə və Rusiya tərəfi də əslində gələcəkdə nələrin baş verə biləcəyini dərk etdiyi üçün, Ukraynanın gələcəkdə yenidən bu torpaqları işğaldan azad eləmək üçün müharibəyə başlamaq ehtimalını nəzərə aldığı üçün bu günləri son qoyulmasını, mütləq şəkildə sülh sazişinin, atəşkəs yox, sülh sazişinin imzalanmasını və həmin ərazilərin Rusiya ərazisi olaraq tanınmasını irəli sürür. Yəni, baxın, bir aydan çoxdur ki, hər halda bu Trump planı ortaya çıxandan etibarən də, mən əvvəlki dövrü demirəm, Trump planı ortaya çıxandan 28 maddəli tələblər ortaya çıxandan sonra biz indiyə qədər nə Rusiyanın, nə də Ukraynanın öz mövqeyindən hansısa formada geri çəkildiyi ilə bağlı bəyanatlara şahidlik etməmişik. Putin deyir ki, Ukraynanın tələbləri nəzərə alaraq Ukraynaya təhlükəsizlik zəmanəti verilməsinə prinsip etibarilə etiraz etmirəm. Amma bu NATO qoşunları olmamalıdır. Orada hər hansı bir ölkənin xarici birliyi olmamalıdır. Qoşunların sayı 600 minə endirilməlidir. Raketlərinə limit qoyulmalıdır və s. və onda təhlükəsizlik
zəmanətini hansı formada təqdim olunur Ukraynaya? Bəlkə Birləşmiş Ştatları hansısa formada iştirakı ilə buna ancaq kompensasiya Birləşmiş Ştatlar da deyir ki, biz heç bir halda ora qoşun yerləşdirmək istəmirik. Biz ancaq ehtiyac yaranacağı halda havadan müdafiə sistemlərinin işə salınması və s. həyata keçirir. Əslində heç Avropa İttifaqının özünün daxilində də bundan bağlı yeşil fikir yoxdur. İtaliya deyir ki, mən ancaq logistik dəstək verə bilərəm. Polşa deyir ki, yox, qoşun göndərmək lazımdır ərazilərə. Fransa deyir, qoşun göndərmək lazımdır ərazilərə. Almaniya deyir ki, Estoniya deyir ki, biz ancaq sülh sazişi imzalanandan sonra ora qoşun yerləşdirə bilər. Yəni, müxtəlif ortada fikirlər var və Avropa İttifaqının özünün daxilində də bununla bağlı yekdil qərarlar yoxdur. Ona görə də bugünkü danışıqlar doğrudan da Ukrayna üçün, ən azı Ukrayna üçün çox ağırdır. Çünki Ukrayna faktiki olaraq təkcə Rusiya ilə danışıqlar aparmır. Yəni, təkcə Rusiyaya qarşı öz arqumentlərini ortaya qoymaq yox, həm də ABŞ-la danışıqlar aparmaq məcburiyyətində qalıbdır və bir çox qərb diplomatlarının və liderlərinin dediyi o Münxen sazişi ki var, 38-ci il sazişi, və oxşar bir vəziyyət yaranıb. Onda da nə idi? Böyük Britaniya, İtaliya, Fransa, Almaniya ilə bir saziş imzaladılar. Çexoslovakiyanın Sudet bölgəsinin Almanlara verilməsi ilə bağlı və Çexlər danışıqlar prosesindən ümumiyyətlə kənarda saxlanıldı. Məqsəd ondan ibarət idi ki, bu ərazilər verilir və böyük işğalların, bundan sonraki işğalların qarşısı alınır. Amma ondan sonra nə baş verdi? Almaniya biraz da iştahlandı, başa düşdü ki, işğalla legitimləşdirmək əraziləri özününkü hesab etmək mümkündür və davamını başlatdı. İndi də bu günləri Amerika Birləşmiş Ştatları və xüsusən də Qərb ümumiyyətlə bir şeyi nəzərə almalıdırlar. Bu günləri Rusiyaya ərazilərlə bağlı güzəştə etmək faktiki olaraq gələcəkdə zor gücünə başqalarının ərazilərini zəbt etməyə mümkünlüyü ilə bağlı prezident yaratmış olacaq. İkincisi, bu günləri Rusiyadan məsafə saxlayan kiçik Avropa ölkələri, hansılar ki, qərbə inteqrasiya yolu seçiblər və bir qism ölkələr də hansılar ki, bundan sonra qərbə inteqrasiya yolunu elan ediblər, məsələn, Ermənistan kimi, Moldova kimi və s. və ilaxır. Bunlarda da bir fikir formalaşacaq ki, Qərb çox rahat şəkildə Ukraynanı satdığı kimi, sabah bizi də satacaq və nə baş verəcək? Bu ölkələrin yenidən Rusiya ilə münasibətlərinin normallaşması baş verəcək. Yəni, bütün prosesdə uduzan, yenə də faktiki olaraq Qərb olacaq. Bu, əgər belə baş verərsə, danışıqlar bu nəticələrlə bitərsə, ona görə də düşünürəm ki, burada biz istəyir, düzdür, Yermakdan fərqli olaraq Rustam Ömərov biraz fərqli danışıqlar prosesi aparan şəxsdir. Yermak siyasi fiquru idi və siyasi cəhətdən danışıqlarda iştirak edirdi. Bu isə texnaridir. Faktiki olaraq detallı, hər şeyin detalına qədər varan, bu addım nə olacaqsa bundan sonra hansı addımlar, yəni tam olaraq hər şeyi açıq görmək istəyən şəxsdir indiki nümayəndə heyətinin rəhbəri. Düşünürəm ki, nə birinci görüşdə, yəni Miami'də keçiriləcək görüşdə, nə də ikinci görüşdə, yəni Moskva görüşündə bu günləri müharibənin Ukraynanın maraqları nəzərə alınmadan dayandırılması haqqında qərar vermək mümkün olmayacaq. Və mütləq şəkildə, yenə deyirəm, yenə də indiki nümayəndə heyətinin rəhbərinə gəlirəm, o təkcə qərbdə yox, ərəb ölkələri arasında da, Türkiyə arasında da kifayət qədər çevik danışıqlar aparan şəxs olaraq qəbul olunur. Krım tatarı olaraq Türkiyə ilə kifayət qədər yaxşı münasibətləri olan şəxsdir. Düşünürəm ki, mütləq şəkildə burada onun da təkidləri ilə biz növbəti mərhələdə yenidən Türkiyənin vasitəçilik missiyası ilə proseslərə qoşulmasına şahidlik edirik. Əslində, Zelenskinin səfəri, Narışkinin getməsi Türkiyəyə görünür ki, proseslərdən Türkiyə kənarda deyil, ən azından müəyyən məsləhətləşmələr də Ankara ilə həyata keçirilir. Bir ifadə səsləndirdiniz. Dolayısıyla hazırki plan əsasında razılıq verilərsə, əgər müqavilə imzalanarsa, bu Rusiyanın qələbəsi kimi bir növ təqdim olacaq. Yəni, Rusiyanın bir qədər iştahını artıracaq. Ermənistan dediniz, Moldovan dediniz, eyni zamanda digər ölkələri, postsovet ölkələrini deyə bilərik. Necə bir təhlükəli bir prezident yarada bilər? Yəni, biz hansı formada Rusiyanın iştahını artıraraq hücum mu deyə, hibrid hücum mu deyə bunun reallaşdırmasını görəcəyik? Təbii ki, indiki mərhələdə dərhal Rusiyanın yeni
işğal, yeni əraziləri nəzarətə götürmək, yeni müharibə və s. bunlar baş verməyəcək. Amma təzyiqlər olacaq, hibrid hücumlar olacaq. Ermənistana daha güclü müqayidər ən azından təzyiqini artırarmı deyə bu faktor var. Təbii ki, o da baş verəcək. Ermənistana təzyiqlər olacaq, təkcə iqtisadi təzyiqlər yox, daxildə ayrı-ayrı strukturları, belə deyək, ayağa qaldırmaqla, hərbi strukturlardakı şəxsləri ayağa qaldırmaqla, daxildə elə bir narazılıq həddinə gətirib çatdırmaqla ki, Ermənistan özü Rusiyanı və yaxud da KTMT-ni ora dəvət etmək məcburiyyətində qalsın və yaxud da digər başqa ərazilərdə. Çünki hər birində bu və ya digər şəkildə Rusiyanın maraqlarına xidmət edən qruplar hələ də var. Moldovanın Dnestriyanı problemi var, Gürcüstanda yenə də problemlər var, Ermənistanın özünün daxilində ordusu var, iqtisadi asıllıq məsələsi var. Yəni bütün bu belə deyək, rıçaqlardan istifadə edə bilər Rusiya. İndi olmasa da... Adını çəkmədiyiniz Qazaxıstan da var. Düzdür, Qazaxıstan hər zaman narahat olur. İndi bunu rəsmi şəkildə göstərməsə belə. Hətta Zelenski açıqlama vermişdi ki, bizdən sonra Rusiyanın atacağı ilk adım Qazaxıstan istiqamətində olacaq. Xüsusən də indiki mərhələdə Mərkəzi Asiya ölkələrinin Birləşmiş Ştatların qərbinə birinci Avropa İttifaqı ilə sazişi, arxasınca Amerika Birləşmiş Ştatları ilə ortada olan sazişi təbii ki, Rusiyanın maraqlarına heç bir şəkildə cavab vermir. O cümlədən də Çinin maraqlarına heç bir şəkildə cavab vermir. Çünki faktiki olaraq böyük bir regionu indiyə qədər nəzarətdə saxlamaq imkanlarını itirirlər və onların müstəqil qərar qəbul etmələrinə artıq maneə törədə bilmirlər. Ona görə də yenə deyirəm, bu günləri əslində danışıqlar prosesi və danışıqlar prosesinin nə ilə nəticələnəcəyi bundan sonra xüsusən də postsovet məkanı və keçmiş sosialist bloku ölkələri, yəni bugün Avropa İttifaqının tərkibində də olan ölkələr arasında çox böyük çaxnaşmalara səbəb ola bilər. Ona görə də bu məsələdə Trumpın açığı nə düşündüyünü bilmək çox çətindir. Amma ən azından Qərb Avropa İttifaqı ölkələri bu məsələdə sonacan dirəniş göstərmək məcburiyyətindədirlər. Yəni, artıq addımlar atılır. Məsələn, 2026-cı il üçün Almaniya indiyə qədər etmədiyi həcmdə 11,5 milyard dollar təkcə Ukraynaya birbaşa silahların və s. alınıb ötürülməsi ilə bağlı büdcədə bir vəsait ayırıbdır. Eyni şəkildə Böyük Britaniya, eyni şəkildə digər ölkələrdən müvafiq olaraq həm öz hərbi büdcələrinin artırılması ilə bağlı qərarlar qəbul ediblər, həm də Ukrayna yardımının artırılması ilə bağlı qərarlar qəbul ediblər. Bu o deməkdir ki, bunlar Ukraynaya müharibəni davam et mesajını artıq veriblər və arxasında da dayanacaqlar. Qısa cavab istəyəcəm. Yaxşı, dediyimiz kimi hələ ki bəndlər, maddələr müzakirə olunur və sizin açıqlamanızdan belə qənaətə gəlmək olar ki, bu maddələrlə ən azından Ukrayna tərəfi razılaşmayacaq. Bu təkcə çünki Ukraynanın deyil, Avropanın təhlükəsizliyidir deyə bilərik. Yaxşı, razılaşmasa, indiki yardımlarla nəzərə alsaq, Ukrayna mübarizəni nə qədər davam etdirə biləcək? Nəzərə alsaq ki, Pakrovsk istiqamətində, Kupiansk istiqamətində vəziyyət gərgindir. Mən demirəm ki, Ukrayna müharibəni bugünkündən belə deyək, daha yaxşı səviyyədə öz müdafiəsini təmin eləyə biləcək? Yox. Çünki sabahları Trump bu sazişlə razılaşmayan Ukraynaya üçüncü ölkələr vasitəsilə belə silah satışını dayandıra bilər. Bu gün necə ki, NATO ölkələrinə, Avropa İttifaqı ölkələrinə satır və onlar tərəfindən ötürülür. Sabahları buna da blok qoyar və ümumiyyətlə deyər ki, biz artıq bu məsələdə yoxuq və danışıqlar prosesindən də çəkilirik. Bütün yük düşəcək Avropa İttifaqı ölkələrinin üzərinə. Onlar nə qədər bacaracaqlar bunu təmin etməyə təbii ki, böyük sual altındadır. Amma proses, baxın, bitməyəcək. Yəni, bugün Pakrovskda geçsin, digərlərdə geçsin. Rusiya gəlib hətta Kiyevin özünün sərhədlərinə qədər, Kiyev vilayətinin sərhədlərinə qədər çatmış olsa belə, partizan müharibəsi ilə də olsa bu davam etdiriləcək. Bunun başqa yolu yoxdur. Ya ölkə, yenə deyirəm, tam işğal olunmalıdır, bütün əraziləri işğal olunmalıdır və kapitulyasiya sənədi imzalanmalıdır faktiki olaraq və yaxud da sən imkan varsa bu belə deyək, müdafiəni davam etdirməlisən. Çünki bir sənədə oturub kiminsə imza atması ilə ərazi güzəştlərinə hə demək mümkün deyil. Bu nə Zelenskinin, nə artıq istefada olan Yermakın, nə də Ukraynanın bugünkü hakimiyyətinin ata mülkü deyil ki, kiməsə bağışlamaq bir hüququ olsun və bunu rahat şəkildə etsinlər. Ukrayna xalqı ümumilikdə buna qərar verməlidir. Bunun üçün də müharibənin dayandırılıb referendum keçirilməsi lazım. Ümid edirik ki, ən azından nə olursa, hansı nəticə olsa belə Ukraynanın ərazi bütövlüyü çərçivəsində məsələ həll olunur. Ən az gələcək perspektivdə bu şəkildə saxlanılır. Çünki ortada bir Azərbaycan-Ermənistan nümunəsi var. Azərbaycan da elə eyni məsləhəti Ukrayna tərəfinə vermişdi. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Minnətdaram.